Salam izləyicilər, kanalıma xoş gəlmisiniz. Bugünkü videomda sizlərə çox dadlı, fərqli içlikli birinci resepti bölüşürəm. Keçək hazırlanmasına. Burada mən 3 ədəd orta ölçüdə kartof qaynatmışdım. Bunları kartof əzənlə əzdim və birbaş soğanı da götürüb xırda-xırda kub şəklində doğrayıram. Bir diş sarımsağı da doğrayıram və bunları tavada biraz qovurub yağ soğan edirəm. Ardından 100 qram südkəzdən keçirilmiş Holland pendiri əlavə edirəm bura və bir dəstə göy soğan da xırda-xırda doğrayıram. Zövqə görə bunu da üzərinə əlavə elədim. İstəsəz bunun əvəzində göyərti də əlavə edə bilərsiniz. Üzərinə duz, istiot, zeytun yağı əlavə elədim biraz və bunları yaxşı-yaxşı qarışdırdım. İçliyimiz artıq hazırdır. Keçirəm birinçika hazırlamağa. 2 ədəd yumurtanın üzərinə bir xörək qaşığı şəkər tozu, 1 çay qaşığı duz əlavə edirəm və yarım litr südü də bura az-az əlavə edib qarışdırdım. Ardından 200 qram unu da ələkdən keçirdə bura əlavə edib qarışdırdım. Xəmirimiz artıq hazırdır. Keçirəm birinçikləri bişirməyə. Tavanı biraz duru yağla yağladım və xəmirdən bura bir çömçə kimi əlavə edib hər tərəfinə yaydım tavanın. Azca qızaran kimi digər üzünə çevirirəm xəmiri. Bu qaydada hamısını bişirib yığdım. Birinciklərim artıq hazırdır. Keçirəm içini doldurmağa. Deməli, birini götürüb içərisinə bir xörək qaşığı kimi içlikdən qoydum və gördüyünüz kimi əlimlə bir balaca formaya salıram və gördüyünüz qaydada bükdüm. Bu şəkildə hamısını hazır edirəm. Ardından 2 ədəd yumurtanı bir boş qaba qırıram. Bunları qarışdırdım. Digər qabda da suxari qırıntılar götürmüşəm. Deməli, birincikləri ilk öncə yumurtaya buluyuruq. Ardından da suxariyə buluyuram. Bu qaydada hamısını edib bir kənara yığdım və ardından qaynar yağda başlayıram hər iki üzərini qızartmağa. Artıq birinciklərimiz hazırdır. Çox dadlı, doyumlu, sərfəli bir birinciklər alındı. Mütləq siz də hazırlayın. İnşallah ki, çox bəyənəcəksiniz siz də. Hələlik bu qədər. Sağ olun, salamat qalın. Allah'a emanet olun.